Salam əziz izləyicilər, kanalımda xoş gördük. Bu günləri səpmə qoğal hazırlamışam. Deməli, içliyimiz burada şirindir. Şirin qoğal, səpmə qoğal hazırlamışam. Hazırlamaq üçün 2 kiloqram un ayırmışam, 1 xörək qaşığı duz, yarım stəkan şəkər tozu, 1 çay qaşığı sarı kök, 200 qram əridib dağılmış yağ istifadə elədim. Yəni o biri yağdan da ərinməmişdən də istifadə eləmək olar. 4 ədəd yumurta, hardasa 20-25 qram yaş maya, əgər yoxunuzdursa 1 xörək qaşığı yarım quru mayadan istifadə edə bilərsiniz. 2 təpələmə dolu qaşıq xama və apardığı qədər su. Su ilə xəmiri yoğurduğuma görə mən yağını burada 200 qram ərinmiş dağılmış yağdan istifadə elədim. Əgər südlə hazırlasanız, məsəl üçün 100 qram, 120 qram da yağ bəs eləyər. Xəmirə su ilə yoğurdum, apardılan qədər sudan istifadə elədim, yəni unun apardığı qədər sudan istifadə elədim. Qəşəng yumşaq xəmir əldə etdim, yəni çox möhkəm, sərt xəmir olmadı. Xəmiri bir xeylam yoğurdum, hər dəfə qeyd edirəm ki, çoxlu yoğurmaq lazımdır ki, xəmir əlimizdə elə bil gəlsin, yüngülləşsin. Üzərinə duru yağ çəkib qoyuram, xəmirimiz mayalansın. İçliyi burada hazırlamasını göstərmirəm. Səhifəmdə hazırlama qaydası var. Həm şirin, həm duzlu içlik. Qeyd edim ki, bizim içliyimizin burada tərkibində raziyana çörək yoxdur. Sadəcə keşniş toxumu və hil üyüdülmüşü qatmışam. Şirin içliyidir. Xəmirimiz qəşəng mayalandı. 2 hissəyə bölürəm və hər hissə 10 gündə 10 gündə olacaq. Birinci hissəni 10 gündə hazırlayıram, amma o biri xəmiri hələ ki hazırlamıram ki, bütün gündələri gündələsəm, bunları hazırlayana qədər ikinci partiyanın gündəsi çox gündəyə düşər. Onda yayanda da xəmir qüvvətdən düşür elə bil. Yəni yaxşı olmur. Ona görə əvvəlcə 10 ədəd gündə hazırladım. Gündəyə düşəndən sonra başlayıram yaymağa. Yayandan da sonra əziz xanımlar, yayan kimi də xəmiri yağlamıram, çəkmirəm. Gördüyünüz qaydada yuxaları açıram. Çox yüngül var, içərisinə un səpirəm və bir kənarda yığıram bu yuxaları. Mən onun da bu formada elədim. Ondan sonra başladım yağlayıb yaymaya. Ona görə ki, yayan kimi çəkəndə xəmiri qoğalsın. Rezin kimi xəmir dartılıb yığıla bilir. Narahatçılıq yaradır. Ən rahatı budur. Amma diqqət edin, siz də 10 dənə əgər yayıb saxlamaq qorxursunuzsa, xəmir yapışar, yuxa yapışar bir-birinə. Heç olmasa 4 dənə, 5 dənə yayıb saxlayın, sonra başlayın yağlamağa. Məcməyimizə də duru yağ əlavə elədim, çəkdim. Yəni o biri yağdan çəkmədim ki, yağ donanda, sonra fırradanda, rulon eləyəndə altdakı yuxa yırtılır. Ona görə duru yağ daha rahatdır. Yuxanı yerləşdirilən məcməyinə çox gözəl də, qəşəng də yuxalarımız gördüyünüz kimi rahat dartılır. Burada hər dəfə mən diqqət edirəm ki, yuxaların kənar tərəfindən dartım. Kənar tərəfləri, qıraqları, yəni xəmir kimi topalanıb yığılıb xəmir kimi olmasın. Hər dəfə yuxanı çəkəndə mən kənar tərəflərindən çəkirəm. Mən deyərdim, hətta bu yuxaları bundan da böyük çəkmək olardı. Yəni baxın, elə bil ki, 1 kilodan 10 dənə gündə çıxartmışam. Məcməyimiz də böyükdür. Bunu hətta biraz da geniş açmaq olardı. Yəni xəmirimiz o qədər gözəldir. Həm də yuxanı yayıb kənarda saxladığıma görə rahat şəkildə bunu açmaq olur. Səpmə qoğal hazırladığıma görə əziz xanımlar, deməli alt qatını 3 qat yuxa yayıb yağladım. İç səpmədim. Ondan sonra elə bil 3-cü yuxadan sonra mən içlik səpirəm burada. İçlik duzlu, şirin, yəni sizin istəyinizdən asılıdır. Yenə də qeyd edeyim ki, şirin içlikdən istifadə eləmişəm. Kənarlarına da havası varsa bu formada çıxardıram havanı. Deməli 3 yuxadan sonra içliyi əlavə eləyirəm. İçliyin də qədəri sizin özünüzdən asılıdır. Çox, az, yəni ki, ürəyiniz istəyən qədər içlik əlavə eləyə bilərsiniz. 3-cü yuxadan sonra içliyini yaydım. Daha sonra yenidən yuxanı əlavə eləyirəm. İçliyi səpəndən sonra burada 2 yuxadan sonra yenə içliyi səpəcəm. Elə bil hər qatına da yağ vururam. İçliyi səpdiyim qata da, səpmədiyim qatlara da. Deməli 10 dənə yumurtadırsa, biz burada 3 gündədən sonra, 3 yuxadan sonra bir içliyi səpmişəm. Daha sonra üzərindən 2 gündə əlavə eləmişəm. Yuxa daha doğrusu yağlayıb yenə içliyi səpmişəm. Toplam burada mən 4 dəfə içlikdən istifadə eləmişəm. 4 qat içlikdən istifadə eləmişəm. 3,
sonra 5 gündədən sonra 7 gündədən sonra, daha sonra 9 gündədən sonra içliyi səpirəm. Sonuncu dəfə axırıncı 10-cu gündəni də içliyin üzərindən sərirəm və yenə yağlayıram. Yəni axırıncı yuxanın üzərini də yağlayıram. Yağımız burada kərə yağıdır. 750 qram yağ ayırmışdım. Elə bir damcı qaldı. Hardasa mənim əriyib dağ olmuş yağımız tam 700 qram getdi bu qoğallarımıza. Yağı bir damcı donandan sonra başlayıram kəsməyə. Çox da enli lentalar kəsmirəm. Ona görə ki, içlik yığmayacağam deyə ehtiyac yoxdur. Elə nazik lentalar kəsirəm və gördüyünüz kimi rulon formasında fırladıram. Bayaq qeyd eləmişdim ki, aşağı hissəsinə duru yağ çəkirəm ki, baxın belə fırladanda altdakı yuxalar yırtılmasın. Və kənarını da qatlayıram, alt hissəyə verirəm. Həm içərisinin içliklər listə yapışmasın, həm də səliqəyə görə qoğalın qırağı belə qulaq kimi belə çıxmasın deyə o kəsilən hissəni ehmalca çəkib alta ötürürəm. Alt hissəsinə baxın bu qaydada. Ondan sonra bütün yuxaları kəsirəm bu formada. Daha sonra qoyuram, elə bil kündəyə düşür. Mən bu yuxaların yağını ki gözləyirdim donsun ki, kəsməmişdən qabaq o bir xəmirimi yenidən 10 dənə kündə elədim. O kündəyə düşənə qədər birinci məcmeyindəkiləri xəmirləri kəsdim. Kəsəndən sonra baxın bu qaydada qoydum. Üzərinə salafan örtdüm. Xəmir qoğallar tam kündəyə düşdü. O düşənə qədər, kündəyə düşənə qədər də ikinci məcmeyini mən yayıb yağlamışdım. Eyni qaydada eynən birinci kimi. Yəni 4 qat içlik səpərək. Qoğallar kündəyə düşdü. Kündəyə düşəndən sonra listə də elə bir kündəyə qoyuram, düşür. Üzərinə yumurta sarısı çəkirəm. Yumurta sarımız burada hardasa bir 4 dənə yumurta istifadə elədim. Daha sonra üzərinə küncüt əlavə eləyirəm və qoyuram hardasa 170 dərəcəli sobada, əvvəlcə yəni qızdırılmış sobada, çox iti xodda, yəni ki, həmişə qoğalı içlik qoyanda bir damcı 180-190 dərəcədə bişirirdim. Bu dəfə 170, 170-dən biraz yuxarıda, yəni deyim ki, 200 dərəcədə zətdə bişirməmişəm. Ona görə ki, qoğalımızın içliyi yoxdur, iç səpmə olduğuna görə ağır olmasın deyə, yəni istilikdə xəmir açıla bilsin deyə yuxaları. Bir də qeyd edeyim ki, bilirsiniz ki, səpmə qoğalın qatları çox bilinmir, amma içlik qoğalın qatları tamam bilinir. Qoğalımız hazır oldu, 600 qızarana qədər bişirdim. Çox da gözəl qoğallar alındı. Videomuz uzun olsa da səbr edib izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.